Burada haqqında danışaq mənsubiyyət və xəbərlik kateqoriyasından, həmçinin eyni zamanda bəzi iki-hecalı isimlərdə fərqli yazılış məqamlarına nəzər salaq. Elə gəlin ən sonuncudan başlayaq. Bəzi iki-hecalı isimlər vardır ki, onlara biz saitlə başlanan şəkilçi artıranda müəyyən qarışıq məqamları görürük. Bizim dildə bilirik ki, mənşəyə görə söz qrupları milli və alınma olmaq üzrə iki qrupa bölünür. Milli mənşəli sözlər, alınma mənşəli sözlər. Alınma mənşəli sözlərdə, məsəl üçün, qədirdir, qisimdir, cisimdir, zehindir, isimdir, şəkildir, heyfdir və s. istənilən qədər artıra bilərəm. Mən bura istəyir hal şəkilçisi, istərsə də mənsubiyyət şəkilçili söz artıranda söz kökündəki ikinci sahib düşəcək. Məsəl üçün, yəni istəyir hal şəkilçisi artırılsın, istəyirsə də mənsubiyyət şəkilçisi artırılsın. Bu sözlərdə düşmə hadisəsi baş verəcək. Məsəl üçün, şəklə əsasən, qələmlər yazmır, şəklə əsasən mən danışdım. Şəklə əsasən. Burada nə oldu? Yönlü çal şəkilçisi A-əni əlavə elədim. Baxın, şəkilə əsasən deyil artıq. Düşmə hadisəsi baş verdi. Yaxud da mənsubiyyət şəkilçisi işlədim. Mənim şəklim. Baxın, mənim şəklim deyil, mənim şəklimdir. Yaxud da isim. Deyirəm ki, ismə 5 nümunə çək. İsmə yox ha, ismə 5 nümunə çək. Yaxud da deyirəm ki, ismin halları, indi mənsubiyyət şəkilçili söz əlavə elədim. Yəni, alınma mənşəli sözlərdə saitlə başlanan şəkilçisi harada görsək, kökdə düşmə hadisəsi var. Bu qədər. Alınma mənşəli. Milli mənşəli sözlərimizdə isə yalnız və yalnız mənsubiyyət şəkilçisi artırılan zaman düşmə hadisəsi baş verir. Mənsubiyyət şəkilçisi artıranda. Məsəl üçün, beyin, boyun, ağıl, ağız, ovuc, qoyun, çiyin və s. Buradakı ağıl zəka mənasındadır, qoyun, avuç, qucaq mənasındadır. Ağıl digər mənada olanda tamam başqa mənada, orada düşmə hadisəsi olmayacaq. Bu sözləri hal şəkilçisi artıranda düşmə hadisəsi olmur. Məsəl üçün, beyinə, boyuna, ağıla, ağıza, yaxud da məsəl üçün deyirəm ki, ağıla sığmaz. Daha mən demədim ki, ağıla sığmaz. Belə bir şey demədim ki. Yox, demədim. Yaxud da çiyinə yük olur. Baxın, hal şəkilçisi ilə işlətmişəm. Haldır, haldır. Hamısı təsadüfdən yönlü çal oldu. Onun heç bir problemi yoxdur. Milli mənşəli sözlər hal şəkilçili, hal kateqoriyası ilə işlənəndə, yəni düşmə hadisəsi olmayacaq. Amma mənsubiyyət şəkilçili söz gələrsə bu milli sözlərimizin üzərinə, artıq orada düşmə hadisəsi olacaq. Məsəl üçün, bax, beyin sözü idi, düzdürmü? Imız, imiz, umuz, ümüz mənsubiyyət şəkilçisini artıranda, baxın, nə oldu? Beyinimiz olmadı ki, olmadı. Söz kökündəki ikinci sahib düşdü artıq. Yaxud da ağıl sözünü götürək. Ağlımız olacaq artıq. Ağılımız yox. Çünki mənsubiyyət şəkilçisi gələndə milli mənşəli sözlərin üzərinə düşmə hadisəsi olmalıdır. Nağıl, taxıl, üfüq, müdir, deməli, paxıl tipli sözlərdə heç bir hal, yəni bu qaydaların heç birinə tabililik prinsipi yoxdur. Bu qaydalara tabi olmur. Yəni, düşmə hadisəsi olmayacaq. Heç bir anda, heç bir məqamda və s. Nə deyiriksə deyək. İndi isə haqqında danışaq mənsubiyyət və xəbərlik kateqoriyasından. Mənsubiyyət kateqoriyası adından da görüldüyü kimi hansısa şəxslər üzrə mənsubluqdan söhbət gedəcək. Var onların təki, var onların cəmi. Mənsubiyyətdən danışırıq. Məsəl üçün, mənim anam. Birinci şəxsin təkində. Sənin anan. Onun anası. Bizim anamız. Sizin ananız. Onların anaları. Onların anası tipli deyimlərdə mövcuddur əslində. Deməli, birinci şəxsin təkində m, ikinci şəxsin təkində n,
Üçüncü şəxsin təkində ı. Burada bitişdirici var. Sonra birinci şəxsin cəmində ımız, imiz, umuz, ümüzdür. Sadəcə burada söz saatlə bitib deyə mən ana ımız şəklində yaza bilmirəm. Aydındır? Hansı şəkilçidir o? Imızdır əslində. Sizin ananız, onların anaları. Bu formada istənilən bir sözü mənsubiyyət kateqoriyasına görə dəyişə bilərik. Yaxud da başqa bir söz götürək. Kitab sözünü götürək. Mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Əvvəlcə təkə görə dəyişirəm. Məsəl üçün, birinci şəxsin təkində nə olacaq? Mənim kitabım. İkinci şəxsin təkində sənin kitabın, üçüncü şəxsin təkində onun kitabı. Bu şəkildə. Yəqin ki, orada bir qaranlıq qalası bir məqam yoxdur. Çünki mənsubiyyət kateqoriyası ən asan, ən rahat kateqoriyadır. Gəldik haqqında danışaq xəbərlik kateqoriyasına. Məsəl üçün, yenə gələ şəxsləri silməyərdim. Yenə burada da 3 dənə şəxs özünü göstərəcək. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Yenə orada tək və cəmlik anlayışları var. Yenə bir dənə siz söz götürürsünüz. Məsəl üçün, uşaq sözünü götürək. Mən uşağam. Kaş uşaq olardıq, bu yazmadır. Mən uşağam. Sən uşaqsan. O uşaqdır. Aydındır? Təklərdə işlətdim. İndi cəmləri işlədək. Biz uşağıq. Siz uşaqsınız. Onlar uşaqdırlar. Deməli, yaxud da başqa bir söz götürün özlüyünüzdə. Bu verilən şəkilçiləri üzərinə artırın. Nə deyək? Nə deyək başqa? Mən babayam, sən babasan, o babadır. Biz babayıq, siz babasınız, onlar babadırlar. Bu da oldu bizim xəbərlik kateqoriyamız. Belə, burada başqa heç bir məqam qalmadı. Bir də orada var, çox qısa sifətləşmə məqamı var. Məsəl üçün, lövhənin sonuna belə bir qeydlər yazmışam. Dəmirdir, qızıldır, gümüşdür, taxtadır, torpaq sözləri. Orijinal versiyada bunlar nədir? İsimdir. Dəmir nə? İsim. Gümüş nə? İsim. Amma deyir, cümlədə işlənəndə sifətləşir. Məsəl üçün, taxta qaşıq, nə bilim, sındı, qırıldı və s. Nə qaşıq? Hansı qaşıq? Taxta qaşıq. Əslində, taxta nə sualına cavab verir? Amma deyir, belə birləşmə cümlə daxilində artıq nə olur? Keçir olur cümlə daxilində sifətin qarşılığı sifət kimi. Yaxud da məsəl üçün yazaq torpaq nə bilim qala yazaq və s. yazaq. Nə bilim yazaq sonra gümüş sözü, nə bilim yazaq gümüş boyunbağı, gümüş seyf və s. Bunların mənsubiyyəti isimdir. Bunları qarışdırmayın. Bunlar özü isim sayılır. Sadəcə cümlədə sintaktik təhlil zamanı bu əslində ona xidmət edir. Birləşmə daxilində bu sözləri biz təyin kimi götürürük deyə, bizə lazım olan belə məqamdır. Sadəcə onu dedim. Hər halda bunu da bilmiş olarıq. İsmin sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm.